23 noyabr Güvən nəşrlərinin 11-ci sinif tarix suallarının izahına baxırıq. Deməli, 61-ci sual 19-cu əsrin 30-cu illərində Quba üsyanı və 20-ci əsrin əvvəlləri məşrutə hərəkatı üçün ortaq xüsusiyyət istəyir bizdə. Burada hər ikisində hərbi şuranın təşkil olunması idi. 62-ci sualda isə deməli Təbriz və Bakının 13-cü əsr tarixinə aid olan xüsusiyyətləri istəyir bizdən. 1 Təbriz, 2 isə Bakıdır. Teymurilər dövləti müttəfiqinə çevrilməsi Deməli 1 Təbriz, 2 Bakıdır. Teymurilər dövləti müttəfiqi Teymurlu 14-cü əsrdə, ona görə heç birisinə getməyəcək. Kəsranilər sülaləsi 13-cü əsrdə Şirvanşahlarda hakimiyyətdə idi. Paytaxtı Bakı idi. B gedəcək 2-yə. Monqolların yürüşünə, birinci yürüşünə hər ikisi məruz qalmışdı. Həm Eldənizlər dövləti, yəni Təbriz və Bakı. Daha sonra Xarəzmşah Cəlaləddin tərəfindən süqut etdirilən Eldənizlər idi. İraq Səlcuq Sultanı 3-cü Toğrulun məğlub edilməsi 1190-12-ci əsrə düşdüyündən dolayı bunu heç birisini götürməyəcəyik. Deməli, düzgün cavabımız 1D, 2B, 3 isə C, E variantıdır. Növbəti sual Bizansdan fərqli olaraq Xəzər xaqanlığını soruşur bizdən. Albaniya dövləti ilə həm Xəzər xaqanlığı, həm də Bizans müttəfiq olub, ona görə bir ortaq xüsusiyyətdir. Peçeniklərin hər ikisi hücumla məruz qalıbdır. Slavyanların bəzi ərazilərinin məskunlaşmasının hər ikisində olubdur. Erkən feodalizm dövründə süqut edən Xəzər xaqanlığı 965 bu fərqli xüsusiyyətdir. Ərəblərin Şərqi Avropada irəliləməsinin qarşısını alansa Xəzərlərdir. Deməli 4-lə 5 bizim doğru cavabımızdır. 64-cü sual. Daha sonra baş vermiş hadisəni istəyir bizdən. Əlincə qalasının Teymurilər tərəfindən tutulması 1400-cü ildir. Cahanşahın Heratda saziş imzalaması 1459. Azərbaycan cəlalirlərinin tərkibinə qatılıb 1359. Əsəd döyüşü 1410. Monqolların Azərbaycan ikinci yürüşün başa çatması 1239. Daha sonra baş vermiş deyibsə B variantı. Növbəti sual Şimali Azərbaycanda milli demokratik hərəkatının inkişafını milli burjuaziyanın həyata keçirdiyi tədbirin nəticəsi nəşr-i maarif və nicat cəmiyyətləri yaradılmışdı. Cavab D variantı. Uyğunluğu müəyyən edilir. Səlcuq və Osmanlı dövlətlərinin oxşar cəhəti və fərqli cəhətləri. Şimali Afrikada bir sıra ərazilərin ələ keçirilməsi və Osmanlı dövlətinə aiddir. Oxşar cəhət deyil. Bizans dövləti ilə hər ikisi mübarizə aparıbdır. Oğuz tayfalarına hər ikisi mənsub idilər. Deməli, beynəncə ortaq xüsusiyyətdir. Fərqli cəhətləri Abbasilərin hasıla salması Səlcuqlara aid Osmanlılarda yoxdur. Deməli, bunu da götürəcək. Fərqli cəhət kimi Teymurlərlə mübarizə aparansa Osmanlılarda, Səlcuqlarda belə bir şey yoxdur. Deməli, 1-ə BC uyğun gələn, 2-yə isə AB uyğun gələn variantımız E variantıdır. 67-ci sualda Hindistanda Qaradəniz sahillərini birləşdirən ticarət yollarını ələ keçirmək, Xəzər sahillərindən çıxış əldə etmək Pompeyin Albaniya yürüşünün əsas məqsədi idi. Xəritədə xüsusi işarələnmiş dövlət Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı siyasətini müəyyən edir. Xəritədə işarələnmiş dövlət Böyük Britaniyadır. 18-19-cu illər Böyük Britaniyanın AXC ilə bağlı olan əlaqələrini istəyir bizdən. Deməli, burada 18-ci il Qacar dövləti ilə AXC arasında dostluq müqaviləsi 1920-ci ilə aiddir deyə A-na çıxdıq. Bakının Azərbaycan Osmanlı qoşunlarının hücumlarından qorumaq üçün Denis Dervenin başçılığı altında 1918-ci ildə İngilis qoşunları daxil olmuşdu. Doğru ifadədir. General Thomson 19 noyabrında AXC ilə əməkdaşlığa başlamışdı. Deməli, buradan beynəncə ortaq xüsusiyyətdir. 19-cu il Naxçıvanda general qubernatorun qurulması İngilis hökumətinə aid deyil. Denikin təhlükəsinə qarşı AXC ilə hərbi müdafiə paktının imzalanması İngiltərənin əlaqəmizə aid deyil. Xəzər dənizində Azərbaycan hərbi donanmasının yaradılmasına köməklik göstərilməsi isə aiddir. Deməli, 1919-cu ilin yayına. Buradan BC variantı. Hansı variantda? Deməli, 2-dən isə C-ni götürəcəyik. Deməli, buradan A variantı bizim sualımızın doğru cavabı. Roma sərkərdəsi Antoni və Roma İmperatoru Mark Trayanın ortaq xüsusiyyəti hər ikisi Parfiya ilə müharibə aparmışdı. 70-ci sual Azərbaycanda xilafət dövrünə aid deyil. Ərəblərin Sasani dövlətinin vergi sistemini tamamilə dəyişdirmələri aid deyil. Qismən dəyişdirmişdilər. Vergi yığılmasına amil nəzarət edirdi. Bu doğru ifadədir. İlk vaxtlardan etibarən bütün önəmli vəzifələr ərəb deyil, yerli feodallara məxsus idi. Deməli, 3-də səhv ifadədir. İşğal edilən ərazilər əmirliklərə bölünürdü. Bu doğru ifadədir. Buradan isə ərəb xilafətinə aid olmayan xüsusiyyətlər istəyirsə 1-lə 3 bizim doğru cavabımız D variantıdır. Şəddadilər dövlətinin Qaraxanlı dövləti ilə oxşar, Rəvadilər dövlətinin isə fərqli cəhətini istəyir. Samanilərlə mübarizə Şəddadilərdə yoxdur. Səlcuqlar tərəfindən süqut etdirilən Qaraxanlı deyil. Əməvilər sülaləsi ümumiyyətlə bunların heç birisi Əməvilər sülaləsini görməmişdi.
Məlikşahın qoşunlarına Şəddadilər məğlub olub 1088-i süqut edir. Qaraxanlar da həmçinin Məlikşahla mübarizədə məğlub olublar. Deməli, Rəvvadilər isə Məlikşahı görmədiklərindən dolayı burada cavabımız D variantıdır. Mətndə Şəmsəddin el tutmuş xan Hindistanda bəzi ərazilər tutaraq mövqeyini möhkəmləndirdi. Monqol təhlükəsinin qarşısını aldı. El tutmuş Monqol hücumlarından canlarını qurtarmaq istəyən xeyli sayda türk tayfalarını qəbul etmiş və onların mədəni həyatının davamlılığını təmin etmişdi. Müsəlmanların dini başçısı olan Abbasi xəlifəsi tərəfindən Hindistan sultanı kimi tanınmış müstəqil sultan kimi qanununu gücləndirmişdi. Mətnə əsasən Dehli sultanının, yəni el tutmuş xanım Qəznəli Mahmudla ümumi cəhətlərini istəyir bizdən. Hər ikisi Abbasi xəlifəsi tərəfindən sultan tituluna layiq görülmüşdü. Monqolların hücumu Mahmud Qəznəlidə yoxdur. Hindistanın şimalında bəzi ərazilər hər ikisi ələ keçirmişdilər. Öz ölkələrində türk mənşəli tayfaların yerləşməsinə icazə vermişdilər. Hindistanda əsası qoyulmuş dövlətə başçılıq etmələri isə biz bildik ki, Qəznəli dövlətinin əsası Hindistanda qoyulmamışdır. Ona görə 1, 3, 4 bizim doğru cavabımız C variantıdır. 15-ci əsrə aid memarlıq abidəsi Həşt-Beş saray kompleksi Ağqoyunlu dövlətinə aiddir. Naxçıvanda Gülüstan türbəsi Hülakiləri 13-14-cü əsr, Mərdəkəndə Dairəvi qala 13-14-cü əsrə aid, Həsən Padşah məscidi, bu da Ağqoyunların 15-ci əsrə aiddir. Təbrizdə Qeysəriyyə də 15-ci əsrə aiddir. Deməli cavab 3 və 4 C variantıdır. 19-cu yüzilliyin sonlarında Bakıda hərbi vəziyyət elan olunması ilə nəticələndi. Kəndlərin hərbi vergi adlanan mükəlləfiyyət deyil, fəhlələrin mütəşəkkil tətili deyil, daşnaqlar tərəfindən müsəlmanlara qarşı qırğın deyil. Deməli, burada cavabımız nə olacaqdır? Deməli, burada 1895-ci ildə fəhlələrin Bakıda ilk mütəşəkkil tətil keçirməsi, Bakıda hərbi vəziyyətin elan olunması ilə nəticələnmişdir. Düzgün cavabımız B variantı. Afinada drakon qanunlarının qəbul edilməsində məqsəd, deməli, burada aristokratların həyat və əmlakını qorumaq idi. Səbəb-nəticə əlaqələrin düzgün verildiyi variant, Monqol canişinlərinin yerli feodalları sıxışdırması Bəndərin üsyanı. Bəndərin üsyanı ümumiyyətlə Monqollara qarşı deyildi, cəhalətinə qarşı idi. Teymur hökmdarı Şahruxun ölümü Sərdurud deyil. Cəlaliri Şeyx Uveysin Təbriz ələ keçirməsi Hülaki dövləti, biz bilirik ki, Hülakilərin varlığına Qızıl Ordusan qoyub, Cəlalilər deyil. Qaraqoyunlu dövlətinin yaranması ilə Oğuzların Azərbaycanda siyasi hakimiyyəti yenidən bərqərar olundu. Bu doğru ifadədir. Toxtamışın Buxara və Səmərqəndə hücumu Əmir Teymurun Azərbaycanı tərk etməsinə səbəb oldu. Cavab 4 və 5 hansı variantı? A variantımız. Qazan xan tərəfindən qadağan edilməmişdi. Kəndlərin bir yerdən başqa yerə köçməsi 1303-də qadağan olunmuşdu. Deməli, Monqol qoşunlarında xidmət edənlər torpaq sahəsinin verilməsi qadağan olunmamışdı. Burada düzgün cavabımız B variantıdır. Yerdə qalanlar hamısı qadağan olunmuşdu. 78-ci sual. Xlodviqin xristianlığı qəbul etməsi, dövlət yaratdıqdan sonra Xlodviq xristianlığı qəbul edir. Qalliya üzərində öz hakimiyyətini möhkəmləndirir və bununla da artıq Avropada Roma-German mədəni birliyinin meydana gəlməsinə şərait yaratmışdı. Həmişə tədbirli addımları ilə fərqlənən Şirvan hökmdarı Qaraqoyunların siyasi gücünü düzgün qiymətləndirməmiş, əvvəlcə Sultan Əhmədi müdafiə etmiş, daha sonra Təbriz yaxındakı Əsəd döyüşündə oğlu Kəyim Mərsi onun köməyə göndərmişdi. Qara Yusifin barışıq və itaət təklifini isə rədd etmişdi. Deyir ki, mənbədə bəhs olunan mətnin İbrahimin xarici siyasətinə təsirini soruşur burada. Təbriz yaxında Qara Yusif Sultan Əhmədə məğlub oldu. Bununla əlaqəsi yoxdur. Şirvanşahlar dövləti Qaraqoyunların hücumuna məruz qaldı. Bəli, Şirvanşahlar 1412-ci ildə Qaraqoyunların hücumuna məruz qalmışdı. 80 sualda uyğunluq istəyir. Ərəblər, Monqollar və Teymurilər. Deməli, Terik çayı sahilində döyüşdə qələbə qazanması Teymurlərə aiddir, A getdi 1-ə. Cənubi Çinin ələ keçirilməsi Monqollara aiddir. Mərkəzi Asiyanın işğal olunması hər ikisinə aiddir, hər üçünə aiddir. Sasani dövlətini süqut etdirən ərəblərdir, D1-ə gedəcək. Hindistanda hərbi yürüşün təşkil olması hər üçünə aiddir. Deməli, 4-də C ilə E gedən variantımız hansı variantdır? 80-də cavabımız C variantıdır. C variantı. Qarşıtartın rəhbərlik etdiyi müstəqillik uğrunda hərəkatın baş verməsinə təsir göstərən əhalisi Assuriyanın Manna dövlət və İskit qoşunlarına məğlub olmasıdır. Verilən hər üç xüsusiyyətin aid olduğu ərazinin müasir xəritədə yerini göstərir. Ərəblər tərəfindən Veskotların məğlubiyyətə uğradılması bu İspaniya ərazisi idi. Böyük Karolun hərbi yürüşünə məruz qalmışdı. Bu da İspaniya ərazisidir. Aragon və Kastilya krallıqları vahid dövlətdə birləşərək 1479-da İspaniyanı yaratmışdılar. Deməli, söhbət İspaniyadan gedir. Cavabımız 4D variantıdır.
20-ci əsrin əvvəllərində Şimali Azərbaycanda dövlət kəndlərinə aid xüsusiyyət, kəndlilərin bir yerdən başqa yerə köçməsi bu 19-cu əsrə aid qadağan olunmuşdu. Kəndlilərin nəsil istifadəsində olan torpaq sahələri dəqiqləşdirildi. Bəli, 1903-cü il fərmanına görə dövlət kəndləri xüsusi torpaq mülkiyyətinə çevrildilər. Belə bir ifadə yoxdur. Kəndlərə meşə, çəmən, otlaqlardan pay ayrılırdı. Bu da doğru ifadədir. Deməli, düzgün cavabımız bizim 2 və 4-dür. İkinci Göytürk və Uyğur xaqanlıqlarının süqutunun əsas səbəbləri tabe edilmiş türk xalqlarının üsyan qaldırması biri budur. Hakimiyyət uğrunda mübarizələrin baş verməsi biri də bu olacaqdır. Deməli, bizim düzgün cavabımız 1 və 2-dir. Erkən Tunc dövrünə aid əkinçiliyin inkişafının səbəbləri dahi insanların oturaq həyata keçməsi aidiyyatı yoxdur, tox əkinçiliyinin aidiyyatı yoxdur, şumlama zamanı qoşqu heyvanlarından istifadə və süni suvarma sisteminin yaradılması. Xronoloji ardıcıllıq, Xələclər sülaləsinin hakimiyyətə gəlməsi 1290, 2-ci Urban Klermo çıxışı 1095, Əmir Teymurun Dehliyə görüşü 1398, Böyük Səlcuq İmperatorluğunun süquta uğraması isə 1157. Xronoloji ardıcıllığı düzəsi olsaq, deməli 2, 4, 1, 3 düzgün cavabımızdır bizim. Daha sonra uyğunluğu müəyyən eləyirik. Burada uyğunluqda Qızıl Arslan, Şirvanşah 2-ci Axistan və Qazanxan yerli oturaq feodal ayanların himayə olunması Qazanxana aiddir. Hülakilərin vassalı kimi hakimiyyətini qoruması 2-ci Axistana aiddir. İraq Səlcuq Sultanı 3-cü Toğrulun məğlubiyyətə uğraması 1190 Həmədan döyüşü Qızıl Arslana aiddir. Xəlifənin razılığı özünü sultanı elan eləyəndə Qızıl Arslandır. Yam adlanan rabitə dayanacaqlarını yaradan isə Qazanxan idi. 1C-dir, 2B, 3A, E.